Mümtaz, buyurun söz sizdə. Təşəkkür edirik Xədicə, çox sağ olun. Sırada Rəna Mehralıyeva idi. Mən hazırlaşırdım Rənaya bir neçə sual verim, amma dedi ki, Mümtaz mənə sual verməyin. Çünki mən yalnız və yalnız oxumağa köklənmişəm. Sual versəz qarışdıra bilərəm və əsas oxumaqdır deyirik. Biz də əlbəttə ki, suallarımızla Rənanı yormayacağıq. Sadəcə axşamınız xeyir olsun deyirik Rəna, necəsiz? Nə ifa eləyəcəksiniz bizə bir də onu desəz kifayət eləyir. Axşamınız xeyirli olsun. Mən də salamlayıram münsifləriyyətimizi, bizi izləyən bütün tamaşaçılarımızı. İnşallah dilkeş təsnifi ifa edəcəm. Uğurlar sizə. Buyurun səhnəyə. Sanki sen eşq əhlinə dünyanı zindan etmisən. Bir mənim könlüm deyil, eşqində hər gün sızlayan. Sən mənim tək çox fəqiriyən, bağrını qan etmisən, etmisən.
düşüb səhralara. Ay aman, ay aman, ay aman, bəzisi tərk eyləyib şəhri, düşüb səhralara. Bəzisi aləmdəsən, xalq içrə yeksan etmisən. Müxtəsər bir kimsə yoxdur ki, kəməndindən qaçan. Müxtəsər bir kimsə yoxdur ki, kəməndindən qaçan. Bir söylə bəs nədir, bir belə qayan etmisən. Qalacaq səndən fəqət, xoş bir əməl dünyada bir yar. Qalacaq səndən fəqət, xoş bir əməl dünyada bir yar. Ay balam, qalacaq səndən fəqət, xoş bir əməl dünyada bir. Mail eşkinləsən, mail eşkinləsən, axır qəzəl xan etmisən. Ay aman aman, aman aman, yar aman aman, aman aman, aman ah aman. Sənə mən gözlərimi qurban edirəm, qurban edirəm, qurban edirəm. Hər kəsi eşqimlə heyran edirəm, heyran edirəm, heyran edirəm. Başına qoydum, qoydum dolanım yar. Başına qoydum, qoydum dolanım yar. Kuyeni şansən cavan edirəm, cavan edirəm. Kuyeni şansən cavan edirəm, cavan edirəm. Eşidəndə o şirin söhbətini, söhbətini, söhbətini. Qəlbənə şeyləmişəm surətini, surətini, surətini. Necə də görürəm, görürəm dağa dönüyor. Necə də görürəm,
şam səhər cəmanədir. Kuyeni şam səhər cəmanədir. Və belə dəyərli izləyicilərimiz, Rəna xanımın ifasını dinlədik. Mənsum müəllim, sizə eşidək. Deməli, bu oxulan təsnif bizim böyük sənətkarımız, bizim sənətimizin ağsaqqalı Arif Babayevin təsnifidir. Mən buradan Arif müəllimə salamlayıram və özü də çox gözəl ifa eləyib və bunu Aygün xanım da, Aygün Bayramova da oxuyub, Nəzakət xanım oxuyub, sonra Gülüstan xanım oxuyub, Elnur Zeynalov bunu çox gözəl oxuyub. Çox gözəl mahnıdır, amma sən bu mahnını biraz xarakterin verə bilmədin. Bu mahnı qışqırıq mahnı deyil, biraz bunda bir siz lirika var, Rəna. Sən çalışırsan bunu musiqili formada, musiqi tərəfdən oxuyasan, biraz yanaşman düzgün deyil sənin. Oxudun yəni, əlbəttə ki, o sxemin oxudun. Məsələn, Dilkəşlə də Kürdünü də oxudun, ötəsindən gəldin. Amma biraz o axıcılıq lazım. Dilkəşin bir xarakteri var da. Burada daha çox yumuşaq xırdalıqlar, axıcılıq tələb eləyir. Əslində sən biraz ona daha çox çalış. Yaxşı mı? Və Mənsum müəllim 8 bal təqdim etdi. Təşəkkür edirik. Səkinə xanım, siz necə bəyəndiniz Rəna xanımın ifasını? Bəli, deyilənlərlə mən razıyam. Dilkəşdə, yəni Dilkəş elə bir muğamdır ki, tamaşaçılarımız, dinləyicilərimiz çox sevirlər. Çünki rəvanlığı var. Təkrar boğazlar eləyirsən, Rəna qızım, niyə elə? Təkrar, eyni. Yəni, bütün qəzəli oxudun, Mahalin qəzəlini. Elə bil ki, bir kürdüdə də bir dənə, məsələn, bir bənd. Bütün o beyitləri sən Dilkəşdə oxudun, amma eyni kimi. O Dilkəşin də özünün üstü var. Yəni, onu biraz da üst tərəfdən səsin çalarına görə, məsələn, onu oxuyub fərqləndirə bilərdin. Mahnının xasiyyətini verə bilmədin. Mən hər zaman bunu deyirəm, oxunan mahnılara müraciət eləyəndə mütləq kimdən onu eşitmisən, kimdən öyrənmisən, onlara qulaq asmaq lazımdır. Öyrənmək lazımdır. Yəni, burada elə pis bir şey yoxdur ki, öyrənmək hər zaman lazımdır. Ya sən Arif müəllimin özünün ifasına qulaq assaydın, görərdi o necə həzin, necə yumuşaq, laylay kimi oxuyub onu. Bilirsən qızım, yəni çalış seçdiyin repertuarda, bilirsən, öhdəsindən gəlmə yox, onu özünləşdirməlisən, nəinki öhdəsindən gəlmək. O sənin özünün olmalıdır. Sən öz ruhun tərənnüm eləməlidir sənin o ifan. Və mütləq özündən qabaq kim ifa eləyibsə, mən belə düşünürəm ki, o ifaçılara qulaq asmaq lazımdır. Və Gözəl ifa təqdim eləmək üçün 8 bal. 8 bal. Təşəkkür edirik. Vamiq müəllim, sizin dilinizlə desək, İrananın ifası necədir? Qənaətbəxş hesab oluna bilər, yoxsa? Mən həmişə Rənaya İrana deyirəm. Ona görə Çünki dedi. bunların yerində İrana deyirlər. Vallahi bu dirşəşin mənası ürək çəkən deməkdir. Adam ürəyi çəkilir. Oxuyub, yaxşı oxuyublar da. Rübabə çox gözəl dirşəş oxuyub. Fatma Mehrəliyova, Şövkətin oxuduğu dirşəşi adam, inanırsan, adam laf ürəyi çəkilir. Hamısı, bütün qadın, burada oturan bizim qadın xanəndələrimiz, hamısı gözəl dirşəş oxuyub. Çünki dirşəş, hissiyat çox böyükdür. Məsələn, bir var ki, sən oxuyursan, məsələn, plovu gerək dəm alsın, sonra yiyəsən də. Dəm almamış gibi olmur axı. Səs də elədir, gerək dəm alsın. Gerək, sonra ondan oxuduğundan ləzzət alasan. Özünün oxumağın özüvə deysin. Oxudun, hiss edirdin oxumağı, amma ki, hələ o pişməmiş biraz. Yəni, çalış bunları pişir gələcək. Deməli ki,
çıxışlarda düzəldərsən. 8 bal dəyərləndirdiniz. Təşəkkür edirik. Nəzakət xanım, Rəna Mehralıyeva o emosiyaları ötürə bildi, yoxsa yox? Rəna haqqında heç mən fikir söyləməmişəm deyəsən. Mənim deyərdim ki, çox yorğun olanda ustadlarımıza həmişə qulaq asıram. Onlardan elə bil ruhuma qida gəlir həqiqətən də. Bu ifada Arif müəllimin ifasında o qədər gözəl dilkeş oxuyub, sonra da bu ifasını edibdi. O insanın ruhunu dincəldir. Rəna oxudu, amma ki o duyğunu, hissi tamaşaçılara çatdıra bilmədi. Rəna, bir şey qeyd edeyim ki, Rəşada əl çaldılar, Balaban ifaçımıza əl çaldılar. İfaçı həmişə gərək öz duyğularından, hisslərindən birinci özü alqış qazanmalıdır qızım. Bu barədə düşün. Bir də günnədən çox istifadə edirsən. O açıq boğazlar ki, o xırdalıqlar var. Hamısını verirsən burnuna. Niyə? Açıq ifadə elədi, onlar gözəl olur. Sən bu barədə bir düşün. Təbii ki, mənim də qiymətim 8-dir. 8-dir. Çox təşəkkür edirik. Əslində, hər bir münsiflər heyətinin fikri o qədər dəyərli və önəmlidir ki, mən elə gəlir ki, hər bir iştirakçı onu diqqətlə dinləməlidir. Sərdar müəllim, siz nə deyərsiniz Rənanın ifası üçün? Rənanın bir şeydə baxdı götürdü ki, bütün münsiflər onun ifası haqqında rəy söyləyir. Bu az iş deyil. Əlbəttə. Deməli, diqqəti cəlb edib, deməli, maraq yaradıb və doğrudan da mən qulaq asdıqca Rənanın ifasında elə bir böyük, necədir, qəbahət, səhv yoxdur. Amma ruh yoxdur sadəcə. Elə bir bədən var, nəfəs yoxdur. Elə bir oxuduğunu hiss etmir. Yeganə budur ki, o sənətin bir işi var ki, fəlsəfəsi, sənətə gerək canlı bir şey kimi yanaşasan. Necə qədim əsatirlər bir işi var ki, fəlsəfəsi, sənətə gerək canlı bir şey kimi yanaşasan. Necə qədim əsatirlərdədir, Ləhni Davud var imiş, səsi ilə hamısını həyəcana getirilmiş, oxudun, amma həyəcan və özdə elə bilmirəm, mikrofonla münasibətin yaxşı deyildi, sesin çox qışqırıqlı gəlirdi, indi bilmirəm sənin özünə necə, biz burada özdə dilkeş kimi şöbə və Arif müəllimin təsnifi kimi təsnif ki, bizdən öyrəşmişik onları illər uzunu, ən gözəl hisslərlə oxunub, təsir edib və sən bu tamam uzaqlaşdın təsnifin də fəlsəfəsindən, dilkeşin də fəlsəfəsindən. Ona görə görürsünüz, oxumaqdan əlavə oxuduğun haqqında bir düşünüb onu sistemləşdirmək də görünür. Vacibdir, indi gələcəkdə sən bunları nəzərə alarsan. Mən də bugün 8-lə kifayətləndim. 8 balla dəyərləndirdiniz. Təşəkkür edirik. Mələk xanım. Bilirsiniz, artıq 6-cı həftədir ki, yarışmamız davam edir. Mən Rənanın bu həftələr ərzində birinci dəfədir ki, onun belə sərbəst, qəşəng oxumağını görməmişdim. Çünki hər həftə istər-istəməz bir onun səsində problemlər yaşanırdı. Təbii ki, hiss eləyirdik səhhəti ilə bağlı. Amma bugün özünü toparlayıb. Bugün mən şəxsən Rənada irəliləyiş görürəm. Təbii ki, hər bir iştirakçımızda bizim güzəştlərimiz var. Hər bir iştirakçıya bu sözlər söylənilir ki, əlbəttə ki, Arif müəllim kimi bir ustadın təsnifinə müraciət edib, onun kimi oxuya bilməz əlbəttə ki, bunu yavaş-yavaş öyrənəcək. Bugün ona güzəştlə mən 9 verəcəm. 9 bal. Bir alqışlayaq. Rənanı da ruhlandıraq. Hər halda bir dəstək oldu Rəna qızımıza. İlqar müəllim.
Qəzəli səlis oxuduğum söz çatdırmağın yaxşı idi. Bir qeyd edeyim, fəqir sözü bizdə i uzanır, yox. Yəni biz danışıqda fağır zat kimi deyirik, başqa. Amma şeirin içində sən mənim tək çox fəqirin bağrını qanad etmirsən, fəqirin. Başqa yerlərdə də o söz qabağa çıxanda onu həmişə uzat, çünki onun axarı pozulur. Mən bu məsələdə Mələk xanımla razıyam, çünki inkişaf var. Çünki əvvəl daha çox tənqid olunurdu, daha o müəyyən çərçivələrdən kənar idi. Amma bir dənə maraqlı detal sezmişəm Rənada. O sanki özündən əvvəl o deyir, çox qulaq assın, çox qulaq assın. Sanki elə bir ki, təkrar eləmək istəmir, öz yolunu tapmağa çalışır. Orada da biraz çətinliyə salır özünü. Bu detal məncə onun əvvəlki ifalarında da vardı. Bu yenilik axtarmaq, nəsə öz yolunu tapmaq biraz çətin şeydir. Çünki o klassik ənənədən kənara çıxanda ola bilər ki, uğursuzluğa düşar olasan, ola bilər tapasan. Yəni klassik yolu o qədər yerə mükəmməl öyrənib, sonra başlayasan özünü axtarmağa. Mən düşünürəm ki, növbəti dəfələrdə o Hacı Mahalinin sözü dediyi kimi uyma çox tərifə, tənqidə fikir verməyə, yəni bu tək sözə aid deyil, bu bütün sənətlərə aiddir. İnsanı yetişdirən tənqiddir, tərif deyil. Tərifi 5 dəqiqədən sonra unut, amma tənqid olunan məqamların üzərində həmişə işlə. O baxımdan mən düşünürəm ki, inkişafı gələcək mərhələlərdə də görəcəyik. Və 8 balla dəyərləndirdiniz Rəna qızımızın ifasını, indi ballar hesablanacaq. Onlar hesablanana qədər Rəna qızım 57 bal topladınız və bu bir müsabiqədir. Güclü olmaq lazımdır, mübarizə olmaq lazımdır. Belə dəyərli sənətkarların qarşısına çıxış edib onların ağzından bax bu önəmli məqamları dinləmək bu çox önəmlidir. Buyurun sizi yola salacağıq. Mən isə sizə bir alqış istəyəcəm dəyərli izləyicilərimiz. Çünki o qədər həssas, o qədər diqqətlisiniz ki,